12 iyul 2025-ci il. Bu günləri mən sizə oxuduğum bir kitabın xülasəsini eləyəcəm. Eyni zamanda da görürsünüz, hər məhəllədə bu tipli kitab paylaşma yerləri olur. Kitabınızı oxudunuz, gətirirsiniz, qoyursunuz bura. Başqası oxuyur, ondan sonra gətirir, qoyur bura. Yəni, çox qəşəng bir şeydir. Hər məhəllədə olur bundan. Bura mənim yaşadığım məhəllədir. Zaten göstərmişdim. Çox sakit, çox qəşəng bir məhəllədir. Çox mükəmməl bir məhəllədir. Keçən dəfəki rəydən sonra artıq çalışıram özümü lap çox yox, kənarları çəkim. İndi 200 dənə məlumat verim sizə yeni həyatımla bağlı. Ondan sonra da kitab haqqında danışacağım. Yəni əsas məqsədimiz kitab haqqında danışmaqdır. Yeni həyatımla bağlı deyəndə nə nəzərdə tuturam? Demək dostlar, belə eləyəndə daha yaxşı olur. Demək 10 iyul tarixində bir dənə sertifikasiya imtahanına girdim. O sertifikasiya imtahanından DFB adlanır bu sertifikasiya. 100 baldan 96 aldım. Çox sevinirəm, çox fəxr edirəm. Üzərində çox işləmişdim. Və yaşadığım şəhərdə biz bir mərkəz açmaq istəyirik. Dil mərkəzi açmaq istəyirik. Onun üçün də bu tipli sertifikasiyaya ehtiyacım var idi. Bax, ona görə də getdim, girdim. 40 dəqiqəlik bir imtahan idi. Həmin o 40 dəqiqəlik imtahanı mən bitirdim. Cəmi 20 dəqiqədə. İndi ikinci bir məlumatı verim sizə. Polşa Varşavadakı Institut Français vardı. Universitet kimi bir yerdir də. British Council kimi bir yerdir. Oradan iş təklifi almışam. Yüksək maaş təklif edirlər. Prosto mən orada çox yaşamadığım üçün, orada heç yaşamadığım üçün biraz təmkinli davrandım. Dedim ki, gəlin sizlə onlayn işləyək hələ ki. Siz mənə 6 saatlıq həftədə dərs verin. Onlayn mən dərsləri keçim. Özümü doğrultsam, sizin də xoşunuza gəlsə, mən də xoşuma gəlsə, sonra davam edək. Belə. İndi mənə deyiblər ki, bir 90 dəqiqəlik dərs hazırla. Baxaq görək necə keçirsən dərs. Gedirəm indi həmin o dərsi hazırlayayım. Onun üçün də sumkamı falan doldurmuşam. Sumkanın içərisində hər şeyi götürmüşəm. Çıxmışam, çöldə işləyəcəm. Bu öz yerində. İndi sizə kitab haqqında danışım. Oxuduğum kitabın adı nədir? Kitabın adı fransız dilində Quatre Accords Toltec'dir və bu kitab nədən danışır? Demək, 4 dənə müqavilə deyək də, 4 dənə müqavilə, 4 dənə şərt qoyur ortaya. Deyir ki, siz əgər bunları lazımınca yerinə yetirsəniz, həyatınız olacaqdır mükəmməl. 4 dənə, çox yox, cəmi 4 dənə. İndi o 4 dənə şərtin haqqında mən sizə danışım. Demişdik, bəs yolu çəkərik, mən özümü çəkirəm. Həmin o 4 dənə şərtin görürsünüz burada ailələr 6-cı bazar günləri çıxırlar, gəzirlər. Velosipedlə, nə bilim, kaykayla, ağlınıza nə gəlirsə çıxırlar, gəzirlər, evdə oturmurlar. Birinci şərtimiz odur ki, sözlərinə diqqət elə. Sözlərinə diqqət elə deyəndə nəyi nəzərdə tutur? Kiminsə haqqında danışanda, bundan sonra hardasa oturubsan, hər hansı bir məsələ haqqında danışırsan və yaxud da özün haqqında danışırsan, yenə özümə tuturam özün haqqında danışırsan, bax, bütün bu məsələlərdə sözlərinə diqqət eləməlisən. Elə eləməlisən ki, danışdığın sözlər mükəmməl olmalıdır. Və sözlərin mükəmməl olanda fərqi yoxdur özün haqqında, fərqi yoxdur başqa birisi haqqında. Sözlərin mükəmməl olandan sonra
hər şey mükəmməl olur. Bir də orada şey haqqında danışır. Demək, sosial zəhər. Sosial zəhər nədir? Sosial zəhər odur ki, oturubsan bir yerdə, bir nəfər tutaq ki, sənə qarşı mənfi bir söz deyir. Mənfi bir söz deyir, yəni başqa birisi haqqında danışır. Sən də həmin o mənfi sözə qarışıb, əlavə olaraq mənfi nələrsə desən, qeybət deyək də, birisi başqası haqqında qeybət eləyir. Sən də elə qeybət eləsən, bu qarşıdan gələn adamı tanıyıram. Mənim iş yoldaşım. Prosto çox çəkmək istəmirəm. Sən də ona qarşı Salut. Ça va toi? Hop là. Oh là là. Merci. Neyse. İti var idi. İti xoşuna gəlmədi, hürdü. Demək, qısacası, sosial zəhər deyirdim də. Sosial zəhər odur ki, birisi qeybət eləyir, sən də qarışırsan ona, qeybətin üstünə qeybət, pis sözün üstünə pis söz, şey getdi. Yəni bunu eləməmək lazımdır. Tutaq ki, əgər yaxın adamınız qeybət eləyirsə, mümkün qədər ya söhbəti dəyişin, mən həmişə elə eləyirəm. Ya nə bilim, deyin ki, mən belə istəmirəm danışasan və yaxud da müsbət tərəflərini danışmağa çalışın və s. və ilə axır. Yəni qeybətdən, pis sözdən, pis ifadədən uzaqlaşmaq lazımdır. Budur. Demək istədiyi şey budur. Bir də bunun ikinci hissəsi vardı. İkinci hissəsi də özümüz haqqında da belə pis danışmamalıyıq. Tutaq ki, birisinə özünü təqdim edirsən. Həmin dəqiqə başlayırsan, özgüvənsizlikdən gəlir bu. Özünün pis tərəflərini danışmağa başlayırsan ki, mən çox kökəm, mən çox arığam, mən çox savadsızam, mən çox biliksizəm, mən çox nə. Yəni bu sözlər bizim beynimizdə o sosial zəhəri yaradır. Sosial zəhər yaratdıktan sonra da nə olur? O sosial zəhər virus kimi bir şeydir, yayılır. Yayılır və yayılır. Fransız dilində buna medizans deyirlər. Medizans o deməkdir ki, olan və ya olmayan negativ şeyləri böyütmək. Ola bilər ki, siz həqiqətən də köksüz. Amma siz dayanmadan köklüyün üzərində odaklansanız, bu vardır, həqiqətdir. Bu nəticəsi heç bir zaman müsbət olmayacaqdır. Bunu demək istəyir. Və yaxud da olmayan bir şey ola bilər. Siz əslində kök deyilsiniz. Özünüzü kök hesab edirsiniz. Yenə bunun üzərinə odaklanırsınız və yaxud da xəstə deyilsiniz. Xəstəliyin üzərinə odaklanırsınız və bu da gətirir, kök olmasanız belə kökəlməyə çəkir. İndi bu fəlsəfədə vardı, deyir, nəyin üzərinə odaklanırsansa o böyüyür. Oldu və yaxud da olmadı, həqiqətdir və yaxud da həqiqət deyil. Nəyin üzərinə odaklanırsansa o böyüyür. Orada kitabda bir şey var idi, çox xoşuma gəldi. Kitabda deyir ki, tutaq ki, bir yaxın adamınızı görürsünüz. Bu sizin gözünüzə biraz xəstə gəlir. Ona qayıdıb deyirsiniz ki, hayda sən xərçək xəstəsi tutmuş adama oxşuyursan. Belə inancla deyirsiniz, ayda sən necə də xərçək xəstəliyi tutmuş adama oxşuyursan. Adam bəlkə də həmin gün sadəcə yorğun olmuş, gedib xərçək xəstəliyi tutacaq. Yəni birinci şərt budur ki, nə deyirsiniz deyin, çalışın. Sözlərinizə diqqət edin. Sözlərin sehirli olduğunu deyir, izah edir. İkinci şərtimizə gəlirik. Heç bir şeyi şəxsi qəbul eləməməliyik. Ətrafınızda müəyyən şeylər baş verə bilər. Tutaq ki, görürsünüz ki, bir dənə quşdur, gəldi sizin başınıza kaka elədi. Yəni, və yaxud da görürsünüz ki, nə bilim, bir axmaq bir sürücüdür, gəldi maşınıyla sizin maşını vurdu. Ondan sonra
görürsünüz ki, nə bilim, bir ətrafınızda bir adam vardı, yaxın adamdır. Sizlə pis davranır. Ondan sonra çıxmısınız çölə, görürsünüz ki, nə bilim, yağış yağdı. Günəş çıxdı. Pozitiv olsun, negativ olsun, bunların heç birini şəxsi qəbul etmək lazım deyil. Hər şeyə olduğu kimi obyektiv baxmaq lazımdır. Heç bir şey sizin üçün olmur. Günəş hal-hazırda doğubdu, günəş hal-hazırda parıldayır. Bu günəş sizin üçün parıldamır. Yəni şəxsi qəbul elədikcə nələrisə bu bizim üçün mənfi nəticələr çıxardır. Mənfi nəticələr gətirir, çıxardır. İndi bunun sosial tərəfi də vardı. Tutaq ki, nə bilim, görürsünüz ki, bir müəlliminiz sizə pis davranır. Ola bilər ki, sizə həqiqətən siz olduğunuz üçün pis davranır. Belə bir şey ola bilər, mümkündür. Amma hətta onu belə pis şəxsi qəbul eləməmək lazımdır. Və hər kəsi olduğu yerdə buraxmaq lazımdır. Əlimizdən gələnin ən yaxşısını eləmək lazımdır. Bu deməli bizim ikinci qaydamızdır. Yəni heç bir şeyi heç bir zaman şəxsi qəbul eləməməliyik. Direktorunuz səhər tezdən gəlibdir, tutaq ki, qışqırır, bağırır, nə bilim, hətta sizə qarşı yargılar yönləndirir ki, ay eşqi, tutaq ki, sən necə də savadsızsan, sən necə də bacarıqsızsan, sən necə də nə bilim nə. Bunları şəxsi qəbul eləmək lazım deyil. Hər dəfəsində, əgər kimsə sizə qarşı elə davranırsa, suallar vermək lazımdır və bu sualları verdikdən sonra həqiqəti başa düşməyə çalışmaq lazımdır. Bəlkə də həqiqətən bacarıqsızsan və o bacarıqsızlığın haqqında müəyyən misallar verdikcə sənə, o misalların işığında inkişaf edə bilərsən, irəliləyə bilərsən. Amma şəxsi qəbul eləmək lazım deyil. Heç bir zaman şəxsi qəbul eləmək lazım deyil. Sizə yenə universitetimizi göstərirəm. Bura hüquq fakültəsidir, bura bizim kitabxanamızdır. Burada mənim əvvəl oxuduğum yerdir və işlədiyim yerdir. Sonra burada işləmişəm. Dillər fakültəsidir. Yaxşı, ikinci şərtimizdə dedi. İndi üçüncü şərtimizə baxaq. Üçüncü şərtimiz də budur ki, heç bir zaman fərziyələr irəli sürməyin. Heç bir zaman fərziyələr irəli sürməyin. Bəs bu nə deməkdir? Fərziyələr irəli sürməyin deyəndə həm müsbət, həm də mənfi tərəfdən danışır. Tutaq ki, yolda gedirsiniz, baxırsınız ki, bir adam sizə tərs-tərs baxır. Sizin beyniniz elə işləyir ki, həmin dəqiqə istəyirsiniz ki, bir fərziyə irəli sürəsiniz. Oradan nəyisə anlamağa çalışırsınız ki, bu adam yəqin ki, mənə nifrət elədiyi üçün mənə elə baxır, deyə bilərsiniz. Sonra bunun əksi ola bilər. Görürsünüz ki, bir yolda, avtobusda bir qız sizə baxır, gülümsüyür. Yenə fərziyələr beyninizdə həmin dəqiqə canlanacaqdır ki, yəqin mən yaraşıqlıyam, ona görə mənə baxır, ya da xoşuna gəlmişəm, ona görə mənə baxır. Fərziyələr hər zaman bizi yanıldır. Düzdür, düzgün çıxanı da bəlkə ola bilər, amma heç bir zaman fərziyə eləməmək lazımdır. Fərziyələr irəli sürməmək lazımdır. Yaxşı, indi gəlib çatmışıq mən işləyəcəm yerə. Sizə buranı da göstərmək istəyirəm, yol üstü. Bax, burada universitetimiz investisiya qoyubdur, velosipedlər alıbdır. Həm müəllimlərə, həm də tələbələrə pulsuz belə velosipedlər verir ki, rahat bir şəkildə evdən işə, işdən evə gedək. Və yaxud da görürsünüz ki, nə bilim, kimsə sizdən küsübdür, kimsə sizdən biraz uzaq durur. Deyirsiniz ki, yəqin mən nəsə eləmişəm ki, ona görə də fərziyə beyninizdə durursunuz ki, mən yəqin pis adamam. Mən pis adam olduğum üçün bu adam məndən uzaq durur. Yəni, bu fərziyələrin heç birini eləməmək lazımdır. Bu bizim üçüncü qaydamızdır. Kitabda onu deyir. 3 dənə qaydanın üçünü də mən rezümə eləyim. Birincisi deyir ki,
Kelimelerinizi mükemmel tutmalısınız. Bu bizim birinci qaydamızdır. İkinci qaydamızda deyir ki, heç bir şeyi şəxsi qəbul eləməməlisiniz. Üçüncü qaydamızda deyir ki, heç bir zaman fərziyyələr irəli sürməməlisiniz. Və indi çatmışam işləyəcəyim yerə. Deməli, indi dördüncü qaydanı deyəcəm. Dördüncü qaydamız da budur ki, əlimizdən gələnin ən yaxşısını eləməyə çalışmalıyıq. Bu da o deməkdir ki, bu ilk dənə 3 qaydanı demək, kəlmələrimizi mükəmməl tutmalıyıq, heç bir şeyi şəxsi qəbul eləməməliyik, heç bir zaman fərziyyələr irəli sürməməliyik, yozmağa çalışmamalıyıq da nəysə. Həmin bu 3 dənə qaydanı əlimizdən gələn qədər yerinə yetirməyə çalışmalıyıq. Bu bizim dördüncü qaydamızdır. Əlimizdən gələn qədər yerinə yetirməyə çalışmaq deyəndə nəyi nəzərdə tutur? Bizim hamımız insanıq. Hamımız insan olduğumuz üçün də biz bəzən beynimizdə tutduğumuz qədər mükəmməl ola bilmirik. Tutaq ki, bəzən qeybət eləyəcəklər, biz də qarışacaq, biz də bir-iki dənə söz deyəcəyik orada. Ola bilər. Və yaxud da kimsə bizə pis davranacaqdır, biz onu şəxsi qəbul eləyəcəyik, bu da ola bilər. Və yaxud da yenə kimsə bizə müsbət və yaxud da mənfi davranacaqdır, biz oradan yozumlar çıxardacağıq özümüzə, yorumlar eləyəcəyik.